Kəndin rəngi, ümid və dəyişiklik uzaq dağların ətəyində zamanın unudulmuş xatirələrinin və köhnə ənənələrin hələ də canlılıqla yaşandığı, dar daş küçələrinin, qırıq pəncərələrin və səmimi insanlarla dolu bir kənd var idi. Bu kənddə hər səhər günəşin ilk şüaları ilə evlərin üzünə düşən işıq həm bir başlanğıc, həm də ümid simvolu kimi idi. Hər kəs öz həyat nağılına davam edirdi, bəziləri üçün həyat sadə, bəzi üçün isə çətin idi. Lakin kəndin hər küncündə, hər evin divarında nəsillərin ötürdüyü ənənələr və hekayələr insanlara dərin mənalar bəxş edirdi. Kəndin adı Əsərvətin kəndiyə idi, çünki burada yaşayan insanlar təkcə maddi zənginliklə deyil, həm də ürək dolu sevgi, inam və ümidlə həyatlarını qururdular. Hər ailənin öz hekayəsi, hər nəslin öyrətdiyi dərs vardı. Lakin zaman keçdikcə kənddə həyatın axışı yavaş-yavaş dəyişməyə başladı. Gənc nəsil yeni fikirlər, yeni ümidlər axtarırdı, bəziləri köhnə ənənələri qorumağa çalışır, bəziləri isə dəyişiklik istəyirdi. Bu dəyişikliklər arasında ən çox diqqəti cəlb edən şəxs gənc müəllim Nami idi. Nami kənd məktəbində dərs oxuyurdu və o, yalnız riyaziyyat, ədəbiyyat və tarix öyrətməkdən çox şagirdlərinə həyatın əsl mənasının, iç səsinin sədasını dinləməyi və hər çətinliyi sevgi, inam və ümidlə aşmağı öyrətməyə çalışırdı. O, məktəbin dar sinif otağında divarlara asılmış köhnə fotoşəkillər və əl yazısı notlarla hər kəsə keçmişin dərslərini xatırladan, gələcəyin ümid dolu işığını bəxş edən hekayələr danışırdı. Nami uşaqlığından bəri nənəsinin hər kəsin içində bir işıq var, yalnız onu tapmaq üçün qəlbin səsini dinləmək lazımdır sözlərini qucaqlamışdı. O, bu sözlərin verdiyi ilhamla öz həyatında, kəndin həyatında və şagirdlərinin həyatında yeni bir səhifə açmaq istəyirdi. O, inanırdı ki, hər itki, hər kədərin arxasında gizlənən dərs və hər sevincin sonunda doğan yeni ümid insanların ruhunu gücləndirir və onları daha da parlaq gələcəyə aparır. Bir gün Nami kəndin kənarında yerləşən, uzun illərdir kimsənin addım basmadığı qədim bir evin yanında qərar verdi. O, orada köhnə taxta qapının arxasından nəsillərin ötürdüyü, unudulmuş hekayələrin saxlandığı bir dəftər tapdı. Dəftərin səhifələri saralmış, amma hər sətir sanki zamanın dərinliyindən gələn bir melodiyanı söyləyirdi. Orada belə yazılmışdı: qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu notlarını daşıyır. Hər kədərin, hər itkin arxasında yeni bir başlanğıc gizlidir. Onu qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sözləri oxuyan Nami'nin ürəyində böyük bir səs doğdu. O, yalnız bir müəllim deyil, həm də kəndin gələcəyinə ümid bəxş edən, hər kədərin arxasında gizlənən dərsi, hər itkidən sonra doğan yeni başlanğıcı tapmaq arzusu ilə yanırdı. O, bu dəftərin və tapdıqları sirlərin işığında kənddəki hər bir şagirdi, hər bir yetkin insanı öz hissəsini tapmağa və həyatın hər anını dərin yaşamağa təşviq etməyə qərar verdi. Nami dərs otağında, məktəbin küncündə və hətta kənd meydanında təşkil olunan yığıncaqlarda belə danışırdı. Əziz dostlar, hər birimizin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz iç səsimizi dinləsək, keçmişin hikmətini anlaya və gələcəyin ümid dolu mesajını qəlbimizdə daşıya bilərik. Hər itki, hər kədərin arxasından bizi daha güclü edəcək, həyatın əsl mənasını tapmaq üçün yeni bir başlanğıc gizlidir. Gəlin bu səsi eşidək, hər çətinliyi sevgi və inamla aşaq və həyatın hər anını dərin yaşayaq. Bu sözlər kənddə böyük rezonans yaratdı. İnsanlar artıq yalnız gündəlik həyatın sıxıntılarından deyil, həm də öz içindəki səsi eşitmək, keçmişin dərslərindən ilham alaraq gələcəyə ümidlə baxmaq üçün yeni yollar axtarırdılar. Kəndin küçələrində, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, ulduzların parlaqlığı altında söhbətlər, bunlar hamısı Nami tərəfindən ilhamlandırılmış, hər kəsin ürəyində yeni bir ümid toxumasına səbəb olmuşdu. Bir neçə ay sonra Nami öz öyrətdiyi dərsləri və topladığı sirləri bir kitab halına gətirməyə qərar verdi. O, kəndin rəngi, ümid və dəyişiklik adını verdiyi bu əsərdə yalnız məktəbdə öyrətdiyi fənləri deyil, həm də öz həyat təcrübəsini, kəndin köhnə ənənələrinin, unudulmuş nağılları və hər kədərin arxasında doğan ümid dolu mesajları təsvir etdi. Kitabın səhifələrində oxuculara həyatın hər çətinliyinin, hər kədərin arxasında yeni bir başlanğıcın, hər itkidən sonra doğan ümidin əhəmiyyətini xatırladan dərin və mənalı sözlər yer alırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. Məktəblərdən, mədəniyyət evlərində və ictimai toplantılarda bu kitabın sətirləri tez-tez müzakirə olunurdu.
İnsanlar kitabın hər bir cümləsindən öz həyatlarından bir parça tapır, keçmişin dərslərini mənimsəyir və gələcəyin ümid dolu işığını qəlblərində daşıyırdılar. Gecə vaxtı ulduzların parlaqlığı altında toplaşan ailələr kitabın sətirlərini oxuyur, öz hissəsini tapmaq və hər kədərin arxasında gizlənən yeni ümidləri kəşf etmək üçün uzun söhbətlər edirdilər. Nami'nin öyrətdiyi bu dəyərlər kəndin gəncləri arasında da böyük inqilab yaratdı. Onlar yalnız məktəbdə kitab oxumaqla kifayətlənməyərək öz hissəsini tapmağa, keçmişin hikmətindən və ənənələrdən ilham alaraq həyatlarını sevgi, inam və ümidlə qurmağa başladılar. Gənclər artıq təkcə bilik əldə etməyə deyil, həm də öz his dünyalarını inkişaf etdirməyə, hər kədərin, hər itkin arxasında gizlənən dərsi öyrənməyə can atırdılar. Kəndin hər küncündə, hər ailənin qəlbində Kəndin rəngi, ümid və dəyişiklik adlı kitabın verdiyi mesaj bir işıq kimi yanırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz hissəsini eşidərək həyatın əsl mənasını tapmaq üçün yeni ümidlərlə dolu addımlar atırdı. Kənd artıq yalnız sadə bir yer değildi, o, insanın qəlbində doğan, keçmişin və gələcəyin sirlərini, sevginin və ümidin harmoniyasını əks etdirən bir həyat mərkəzi idi. Nəhayət, Nami öz öyrətdiyi dərslərin və kitabın mesajını bütün kəndə yaydı. O, məktəbdə, meydanlarda və hətta evlərin pəncərələrində yaşayan hər kəsə, hər kədərin arxasında, hər itkidən sonra yeni bir başlanğıc var deyərək insanlara öz hissəsini tapmağın, keçmişin hikmətindən ilham almanın və gələcəyi sevgi və ümidlə qurmağın vacibliyini xatırlatdı. O, inanırdı ki, hər birimiz öz hissəsimizi eşidərək, həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək, əbədi nağıllar yarada bilərik. Beləliklə, Kəndin rəngi, ümid və dəyişiklik adlı bu hekayə yalnız Nami'nin fərdi səyahətini deyil, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o dərin səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinləyərək həyatın bütün çətinliklərini aşır və yeni ümidlərlə dolu addımlar atırıq. Bu bizim əbədi macəramızdır. Kəndin dar küçələrində doğan, hər kədərin, hər itkin arxasında yeni bir ümid bəxş edən, sevgi və inamla rənglənən həyat nağılıdır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca keçmişin hikmətini və gələcəyin ümidini bir araya gətirərək öz nağıllarımızı yazırıq. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər kədərin, hər itkin arxasında, hər sevincin sonunda doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Kəndin səsi, sevgi, inam və ümidlə dolu olan bu işıq əbədi olaraq qəlbimizdə yanmağa davam edəcək və biz hər an öz hissəsimizi dinlədikcə həyatın əsl mənasını, hər çətinliyin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu kəşf edəcəyik. Beləliklə, Kəndin rəngi, ümid və dəyişiklik adlı bu hekayə bütün bəşəriyyətin içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbindəki səsi eşidərək, həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarının əbədi macəramızı yazmağa davam etsin.